Əlimdə imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm. Allaha inanıram, lakin qorxmuram. Qorxum vicdanımdandır. Dindən qorxuram. Dindarlara inanmıram. Mənə ən böyük zərbələri onlar vurub. İş verirəm, məni aldadırlar. Bütün müqavilələri Allahın adı ilə başlayırlar, sonra da aldadırlar. Dindarların sayının artması ən böyük təhlükədir. Onunla dövlətə qarşı istifadə edirlər. Əziz savaşçılar, bunu iş adamı Şərurli İsfəndiyar deyib, o son günlərin, belə deyək, fenomeninə çevrilib, necə deyərlər, verdiyi açıqlamalarla və onun daha bir maraqlı açıqlaması da belədir deyib, Lamborghini'nin verdiyi xoşbəxtlik bir neçə günlükdür. Bir yerə çatana qədər sevinirsən, o yerə çatandan sonra hər şey sənin üçün sıfırdır. Pulun açmadığı qapılar var. Hazırda cibimdə 4000 manat pul var. O 10 günlərlə cibimdə qalır. Hər ehtimala qarşı götürürəm deyir. Və bunu deyən, dediyim kimi 75 yaşlı deməli Şərurli İsfəndiyar ötən günlərdə özünü çoban adlandırmışdı və demişdi ki, əlinin altında onlarla alim işlədir.